İmmunitetimizi necə gücləndirək ki, xəstələnməyək? Yəni, bizim bədənimizin müdafiə sistemi olan immunitet güclü olmalıdır ki, biz xəstəliklərə, mikroblara, viruslara qalib gələ bilək. Əgər bizim immunitetimiz zəifdirsə, biz tez-tez xəstələnəcəyik. Hətta Allah göstərməsin, immunitetimiz çox zəif olarsa, bu xəstəliklərlə mübarizə aparmaqda gücsüzlük yaşayacağıq ya uduzacağıq bu mikroba, bakteriyalara. Ona görə də immuniteti güclü tutmaq lazımdır. İmmuniteti gücləndirmək isə möcüzəvi dərmanlarda deyil. İmmuniteti gücləndirmək sizin boşqabınızdadır. Yəni, yediklərinizdən asılıdır. Yəni, daha çox fast foodlarla qidalanırsınızsa, özünüzə baxmırsınızsa, vaxtında yeməyi yemirsinizsə, iştahınız zəifdirsə, immunitetiniz düşəcək. Çünki bizim bədənimiz kənardan aldığımız qidaların tərkibindəki olan mineral və vitaminlərlə bəslənir. Yəni, xüsusilə B qrup vitaminləri insan orqanizmi üçün çox faydalıdır. B6 və B12 vitaminləri isə bu vitaminlər arasında immunitetimizə kömək edən vitaminlərdir. Elmi tədqiqatlar göstərir ki, B6 və yaxud da B12 vitamini aşağı olan insanlarda immunitet aşağı olur, sinir sistemi pozulur, əsəbləri gərginləşir və bundan sonra da digər problemlər gəlir. Ona görə də B12 ilə zəngin olan, məsələn, qırmızı ətdən çox yemək lazımdır, balıq, süd məhsulları qəbul etmək lazımdır, meyvə və tərəvəzlərdən balanslı şəkildə istifadə etmək lazımdır, şəkərli qidalardan, xüsusilə fast foodlardan uzaq durmaq lazımdır. Amma sizdə əgər B12 və B6 vitamini çox aşağıdırsa, bunu qida əlavələri ilə tənzimləmək olar. Olan B qrupu vitaminləri ilə sinir sistemini stimullaşdırır, eyni zamanda bədəndə qan yaradır, iştahı artır.